Hər kəsə salam. Ümid edirəm hər şey yaxşıdır və siz də yaxşısınız. İndi biraz gözləyək, insanları gəlsin və biz başlayaq. Biraz gözləyək, insanlar toplaşsın, biz başlayaq dediyim kimi. Bu çalışmanı hər kəs edə bilər. Atası olanlar, atası həyatda olanlar, atası olmayanlar və yaxud da atası uzaqda olanlar, atasını heç görməyənlər, hər kəs bu çalışmanı edə bilər. Sadəcə olaraq kimsə əgər hamilədirsə, son 3 ay qalıbsa, bu çalışmanı etməsin zəhmət olmasa. Çünki biraz ağır çalışmadır. Yəni, çox ağlaya bilərsiniz, stres, əsəb bədəninizdən çıxacaq. Biraz da gözləyək. İnsanlar gəlsin, biz başlayaq. Mən biraz da məlumat verəcəm. Biz bu çalışmanı bugün niyə eləyəcəyik? Bu sualınıza cavab verim. Biz həyatımız boyu fərqində olsaq da, olmasaq da, atamıza özümüzü sübut eləməyə çalışmışıq. Məsələn, uşaq vaxtı bir qiymət alanda atamıza göstərmişik ki, bax, qiymət almışam, nəsə almışam. Əgər oradan biz emosional doyum götürməmişiksə, onda travma yaşaya bilərsiniz. Məsələn, atanız deyə bilər ki, tutaq ki, indi işim var, sonra baxaram və yaxud da başqa bir şey. O zaman uşaq orada özünü dəyərsiz hiss eləyəcək ki, mənim elədiyim bir çalışma və yaxud da nədirsə bu, görünmür, dəyərsiz olur. İndi də partnera qarşı eləyik. Yəni biz valideynlərimizi bir növ kopyalayırıq. Çünki ilk rol model onlardır. İlk eril və dişil ana və atadır. Ona görə də bizim şüuraltımız hər nə olasılıqları bizə göstərirsə, şüuraltımızda bu həyatı yaşayırıqsa, deməli, bizim şüuraltımızda həmin kodlar və proqramlar var ki, və yaxud da destruktiv proqramlar var ki, biz bu həyatı özümüzə qurmuşuq. Yəni, şüuraltı 90% işləyir arxada, amma şüurlu şəkildə biz nə qədər şüurlu olaraq bağışlasaq da bir olayı, atamızı və yaxud da başqa birini, amma bu şüur altında kodlar qalıb axı, onu dönüşdürmədən həyatımız dönüşmür. Deməli, ata eril enerjidir bizim həyatımızda və bizim içimizdə də dediyim kimi eril və dişil enerji var. Qadın olaraq bizdə 70% dişil enerji olmalıdır, 30% eril enerji olmalıdır. Əgər bir işi başlaya bilmiriksə, bir işdə tıxanırıqsa, irəli gedə bilmiriksə, pul qazana bilmiriksə, partnyorumuzla münasibətimiz yaxşı deyilsə, deməli, eril enerjimizdə də bir problem var. Çünki yaralı bir eril enerjimiz var. Onu da münasibətləri şəfalandırdığımız kimi şəfalandıra bilərik. Və ata bizim üçün pul deməkdir. İlk evə kim gətirib pulu? Təbii ki, ata gətirir. Yəni, bizim Azərbaycanda, Türkiyədə və digər ölkələrdə eril evə baxır. Qadın çox işləmir, yəni. Düzdür? Qadın oturur, ev işlərini görür və s. İşləyənlər də var, işləməyənlər də var. Amma yəni, şüuraltı olaraq bizim sürüngən beynimizdə də bir reptil beynimiz var ki, bizim köhnə əcdadlarımıza qalan bir beyindir və bizim həyatda qalmamızı bizi idarə edir. Yəni, biz təhlükəyə düşdüyümüz an o dövrəyə girir ki, biz həyatda qalaq. Yəni, bu beyin bizi idarə edir ki, biz həyatda qalaq, yemək yeyək, su içək və yaxud da başımızın üzərində ev olsun, qalaq və s. və s.
Bu mövzulara tam dərin girməyəcəm. Yəni, həyatda qalmaq üçün bu beyin bizə lazımdır. Və həmin obrazda, kişi obrazı da atadır. Bu beynimizdə həkk olunub. Yəni, bizim DNA'mıza həkk olunub bu şeylər. Həyatda pulla bağlı davamlı münaqişələr yaşayırıqsa, daim xərcləyiriksə, qazanıb itiririksə, yığım edə bilmiriksə, çox çalışdığımıza baxmayaraq bir nəticə tapa bilmiriksə, tutaq ki, bir yol tapa bilmiriksə, xəsislik ediriksə özümüzə qarşı, pula qarşı nəzarət eləyiriksə və yaxud da istiqamət və yol tapa bilmiriksə, atamızla bağlı münasibətimizə baxmalıyıq. Və dediyim kimi, ata od elementidir və bu da siqaretlə bağlıdır. Bu kişilərə biraz aiddir. Travmadan qaynaqlıdır. Maşında ürəyimiz bulanırsa, təyyarə qorxusu varsa, məsələn, astma, ürək xəstəlikləri, migren, dəri xəstəlikləri, damar sistemi ilə bağlı narahatlıqlar, menopauza və münasibətlərdəki balansızlıqlar, negativlər, münasibətlərdə konfliktlər və s. nələr varsa, kişi ilə bağlı, kişi modellə bağlı biz sorun yaşayırıqsa, deməli, atamızla bağlı da problemlərimiz var ki, bu bizim həyatımızda özünü göstərir və atanın olduğu hər yerdə dediyim kimi eril enerji var və bu eril enerjini də balanslaşdırmalıyıq həmçinin və yaralı eril enerjini də şəfalandırmalıyıq dediyim kimi. Bir qadının atası ilə münasibətində qəzəb, incikliyi varsa və yaxud da öz həyat yoldaşı ilə, partneri ilə sağlam tarazlıq, yəni münasibət qura bilmirsə, burada da bir problem var deməkdir, ata ilə bağlıdır. Burada artıq dərin seanslar da eləyə bilərik. Baxır, indi hər seans hər kəsdə fərqlidir. Yəni, bir seansa düzələnlər də var, 5 seansa düzələnlər də var. Baxır, travmanın dərinliyinə. Atanızı çox sevirsinizsə də, ona qəzəbli olsanız da, küssəniz belə, onu həyatınızdan çıxardığınızı düşünsəniz belə, əslində biz atamızı həyatımızdan çıxarda bilmərik. Yəni, ata mütləq olmalıdır. Ata bu ailənin, bu kiçik ailənin bir parçasıdır. Biz atamızdan və anamızdan yaradığımıza görə 50% atamızıq, 50% anamızıq. Ona görə də, məsələn, ailə dizimi də edəndə biz artıq ata ilə, ana ilə bağlı birinci alana onları gətiririk. Sonra, əslində atanızı bağışlamaq məcburiyyətində deyirsiniz bu çalışmada, amma bağışlasaz, bağışlama çalışması məndə biraz fərqli olur. Daha yaxşı olar ki, siz həyatınıza daha yüngül, daha fərqindəli başlayasınız. Və əgər atanızla çox böyük bir qarşıdurma yaşamısınızsa, davalar yaşamısınızsa, hər şey atama görə belə oldu deyirsinizsə, bu hissləriniz doğrudur. Sadəcə olaraq bu hissləri və duyğuları fərqinə varıb bunları dönüşdürmək və çalışmalarda işləmək lazımdır. Amma ata obrazını tamamilə biz yox saya bilmərik dediyim kimi. Çünki ata bizi dünyaya gəlməyimizə vasitəçi olan bir fiqurdur həyatımızda. Və atamızın həyat hekayəsi harda başladı? Biz onu bilmirik. Atamız hansı çətinliklərdən keçdi? Biz onu bilmirik. Niyə belə oldu? Tutaq ki, ailəmiz niyə dağıldı? Bunu bilmirik. Əgər ana-atasız yaşayanlar varsa, bunu nəzərdə tuturam. Yəni, biz həmin senariləri çox dərinliyinin səbəbini bilmirik. Burada artıq bu çalışmada dərinliyə gedib baxa bilərik əslində. Və həyatımızda ən çox qəzəbləndiyimiz insanın belə hekayəsinin harda başlandığını bilmirik. Yəni, biraz fərqindəli baxın bu mövzuya. Çünki fərqindəli baxanda artıq bəzi şeylər dönüşümə hazır olur. Nəyinsə fərqinə varanda artıq dönüşün bir parçasını, yarısını yaşamış olursunuz.
Belə deyim, həyatda bəzi şeyləri bağışlaya bilərik, bağışlaya bilməyərik. Bu sizə bağlıdır. Çünki artıq etap-etap getmək lazımdır. Məsələn, çox dərin bir şeylərdirsə, bağışlaya bilmiriksə bir şeyi, hadisəni və yaxud da atamızı, o zaman bu çalışmaları çoxlu etmək lazımdır. Atamız bizim ilk obrazımız olduğuna görə, rol modelimiz olduğuna görə münasibətlərimiz avtomatik övladlarımıza da yansıyır. Məsələn, atanıza qəzəblisinizsə, inciksinizsə və yaxud da negativ olaraq görürsünüzsə, uşağınız da sizi elə görəcək. Çünki birbaşa bağlıdır. Yəni, nəsil sistemi hər kəsə bağlıdır bir növ. Biz onları bu həyatda itirə bilərik, amma enerjisi olaraq hər daim onlar bizlə əlaqəyə keçib bizə kömək eləyə bilərlər. Yəni, nəsil enerjisindən danışıram. Və bunu da dönüşdürüb şəfalandıra bilərsiniz. Daha sonra məsələn, bayaq dediyim kimi bəzi insanlar yox idi, indi də az nəfərdir, eyb yox. YouTube-a yükləyəcəm, buradan baxa bilməyənlər yenidən baxıb edə bilərlər. Enerji çalışması 24 saat müddətində aktiv olacaq. İndi istəyirsinizsə biz başlayaq çalışmaya. Bir stəkan su gətirin və hər kəs plus qoysun, biz başlayaq. Yeni gələnlər xoş gəldi. Hər kəs bir stəkan su gətirsin. Biz çalışmaya başlayırıq artıq. Bir də nəsillərə toxunmuşkən belə bir şey deyim. Biz nəslimizə sadiq qalmaq üçün bizim atamızın etdiyi bir şeyləri kopyalaya bilərik. Çünki atamızın nəslimizə sadiq qalmalıyıq. Şüur altında belə bir şeyləri qazıb çıxardanda çox maraqlı şeylər ortaya çıxır. Mən də özümdə çalışmalar eləyəndə çox şoka düşürəm ki, hansısa bir məsələni mən nəslimə, atama tutaq ki, sadiq qalmaq üçün bunu eləmişəm. Tutaq ki, sadiq qalmaq üçün, nəslə sadiq qalmaq üçün kasıblıq enerjisini qəbul edə bilərsiniz. Pulu çox qazana bilmirsinizsə, buna baxın deyərəm. Məsələn, ataya bağlı qalmaq üçün və yaxud da sadiq qalmaq üçün bir qadın və yaxud da kişi evlənməyə bilər. Və yaxud da şüur altında artıq bu insan atasından evlidir, ruhsal evlidir deyə evlənməyə bilər. Və yaxud da belə bir məsələ var idi. Bir insan olur, 50 neçə yaşı olur bu adamın, kişi olur və öz şirkətini bağlayır və oturur evdə, atasından maaş alır. Yəni, niyə? Çünki atasına bağlı qalmaq üçün, sadiq qalmaq üçün. Artıq orada şüuraltı hansı proqramları aktiv eləyib, onlara baxmaq lazımdır ki, bu insan niyə belə eləyir. Bir də pozisiyalar var ki, şüur altında uşaq pozisiyasında ola bilərsiniz, məsuliyyətdən qaça bilərsiniz. Yəni, çox pul qazana bilmiriksə, məsuliyyətdən qaçırıq deməkdir.
Biz nələrsə qəbul etmirik. Biz uşaq pozisiyasındayıq və yaxud da belə bir qurban psixologiyasında ola birik.